Bismillahirrahmanirrahim. Cənnət əhlinin əksəriyyətinin qadınlar olduğunu bilirdiniz. İmam İbn Həcər Əl-Heytəmi rahiməhullah belə deyir: Dünya qadınları hurilərdən daha üstündür. Buna dəlil olaraq Ümmü Sələmənin Ət-Təbəraninin Əl-Övsat və Əl-Kəbir əsərlərində rəvayət olunan hədisini göstərmək olar. Mən, yəni Ümmü Sələmə dedim: Ey Allahın Rəsulu, dünya qadınları üstündür, yoxsa hurilər? O, sallallahu aleyhi və səlləm belə buyurdu: Dünya qadınlarının hurilərdən üstünlüyü paltarın üst hissəsinin astarından üstünlüyü kimidir. Mən soruşdum: Ey Allahın Rəsulu, bu nəyə görə belədir? O, sallallahu aleyhi və səlləm buyurdu: Onların qıldıqları namazlara, tutduqları oruclara və Allah Azze və Cəlləyə etdiyi ibadətlərə görədir. Başqa bir rəvayətdə isə belə deyilir: Bəli, dünya qadınları hurilərdən paltarın üzünün astarından üstün olduğu kimi üstündürlər. Mən soruşdum: Ey Allahın Rəsulu, bu nəyin sayəsindədir? O, sallallahu aleyhi və səlləm belə dedi: Namazlarına və Allah üçün tutduqları oruclara görədir. Beyhəqi və Əbu Yəlanın rəvayət etdiyi Əbu Hüreyrə hədisində isə belə deyilir: Onlardan bir kişi cənnətə daxil olar. Onun Allah Taala'nın orada yaratdığı 72 zövcəsi və Adəm övladlarından olan 2 zövcəsi olar. Bu 2 qadın dünyadakı ibadətlərinə görə Allahın cənnət üçün xüsusi olaraq yaratdıqlarından daha fəzilətli olarlar. Bu rəvayətlər onu göstərir ki, qadınlar cənnət əhlinin əksəriyyətini təşkil edirlər. Onların cəhənnəm əhlinin əksəriyyəti olması barədə gələn xəbərlərlə bu rəvayətlər belə cəm edilir. Onlar başlanğıcda günahlarından dolayı cəhənnəm əhlinin əksəriyyətini təşkil etsələr də, nəticə etibarilə axırda cənnət əhlinin əksəriyyəti olacaqlar. Velhamdülillahi Rabbil alemin.